Paşinyandan seçki qabağı həmlə. Baş nazir Köçəryanın Qarabağ kartını vurdu. Son günlər baş nazir Nikol Paşinyanın həm də digər rəsmilərin Azərbaycanla sülhə dair ardıcıl mesaj və açıqlamalar verməsi təsadüfi deyil. Bu həm regional reallıqların diktəsi, həm də daxili siyasi balansın yenidən formalaşması ilə bağlıdır. Post-müharibə dövründə regionda yaranan reallıqlar fonunda hakim komanda dərk elədi ki, artıq əvvəlki maksimalist yanaşmalar işləmir, daha real, nəticə yönümlü siyasət yürütmək hava və su kimi vacibdir. Paralel olaraqsa iqtisadi faktorları da göz ardı eləmək olmaz. Uzun illər davam edən blokada elementləri, investisiya çatışmazlığı və regional layihələrdən kənarda qalma riski Ermənistan üçün kommunikasiyaların açılmasını və Azərbaycanla münasibətlərin normallaşmasını faktiki olaraq inkişaf strategiyasının əsas sütununa çevirib. Artıq rəsmi İrəvan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan heç bir inkişafdan söhbət belə gedə bilməz. Qeyd elədiyimiz kimi Ermənistanın daxili siyasətində də gərginlik və siyasi mübarizə müşahidə olunur. Rusiyanın təsir dairəsində qalmaq istəyən qüvvələrin əsas məqsədi sülh prosesini ləngitmək, İrəvanı yenidən Moskvanın orbitinə qaytarmaqdır. Bunun üçün isə müəyyən sabotaj fəaliyyətlərindən çəkinməyəcəklərinin siqnalı da verilib. Çünki onlar üçün gərginlik və xaos həm də öz mövcudluqlarını qorumağa xidmət edir. Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına sülh gündəliyi ilə yanaşı bu prizmadan da yanaşmaq lazımdır. Erməni hökumət başçısının ritorikası həm rəsmi Bakıya sülhə sadiqliyi ilə bağlı mesaj, həm də daxili auditoriyaya yönəlmiş mesajdır. Onlardan ən vaciblərindən biri yeni konstitusiya müstəqillik bəyannaməsinə istinad etməməlidir fikridir. Paşinyanın bu tezisi səsləndirməsi əslində regionda formalaşmış yeni siyasi hüquqi reallıqların gecikmiş, amma qaçılmaz etirafı kimi dəyərləndirilməlidir. Çünki Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün haqlı tələblərindən biri də məhz bu maddənin çıxarılması idi. Azərbaycanla davamlı sülhün əldə olunması üçün Ermənistanın hüquqi bazasında ərazi iddialarına zəmin yaradan müddiaların aradan qaldırılmasını prinsipial şərt kimi irəli sürmüşdü və bu mövqe beynəlxalq hüququn norma və prinsiplərini əsaslandığı üçün kifayət qədər əsaslı idi. Xüsusilə Ermənistanın müstəqillik bəyannaməsində yer alan və dolayı şəkildə Azərbaycan ərazilərinə iddia kimi şərh oluna bilən müddialar sülh müqaviləsinin imzalanması qarşısında ciddi hüquqi və siyasi maneə kimi çıxış edirdi. Bir müddət nala-mıxa vuran erməni hökuməti artıq regiondakı güc balansını, siyasi reallıqları, geosiyasi atmosferi düzgün dəyərləndirib və ölkənin maraqlarının və mövcudluğunun daha real prizmadan yanaşmaqla təmin edəcəyini dərk edir. Nəticədə isə İrəvanın bu istiqamətdə atdığı addımlar təkcə iki ölkə arasında münasibətləri normallaşdırmır, eyni zamanda Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın təmininə töhfə verir. Erməni siyasətçinin açıqlamalarındakı digər vacib məqamsa onun Qarabağ hərəkatı ilə bağlı fikridir. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu Azərbaycanla münaqişəni yenidən başlatdığımız anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yenidən başlatsaq, bu sülhün mümkün olmayacağı anlamına gələcək. Gəlin özümüzə sual verək. Əziz Ermənistan Respublikasının vətəndaşları, bunu istəyirik ya yox? İlk olaraq qeyd edək ki, bu fikirlər Paşinyan tərəfindən son dövrlər bir neçə dəfə səsləndirilib və əslində Ermənistanın gələcək strateji kursunu müəyyənləşdirən siyasi doktrinadır. Çünki elə konstitusiya dəyişikliyi məsələsinin kökündə bu hərəkata qarşı bir sezgi var. Çünki müstəqillik bəyannaməsinə istinad eləmək əslində Qarabağ hərəkatının ideoloji davamı deməkdir. Bu isə rəsmi Bakının qırmızı xəttidir, səbir kasasının daşması deməkdir. Paşinyan isə Bakının belə bir vəziyyətdə necə reaksiya verə biləcəyini gözəl anlayır, eyni zamanda bilir ki, belə bir vəziyyət Azərbaycanla qarşıdurma riskini yenidən gündəmə gətirir və sülh perspektivini sıfırlayır. Bunun üçün seçkidən öncə bütün aktorlara mesaj ötürərək qəti surətdə bunun əleyhinə olduğunu nümayişkaranə şəkildə göstərir. Paralel olaraqsa bu açıqlamanın digər siyasi mesajı daxili auditoriyaya yönəlib. Söhbət keçmiş hakimiyyətlə bağlı olan, revanşist ritorikanı qorumağa çalışan və xarici təsir mərkəzləri ilə əlaqələri olan fiqurlardan gedir. Onlardan biri Kremllə yaxınlığı ilə seçilən Robert Köçəryan, digər əsas fiqursa Kremlin peyki olaraq iqtisadi rıçaqlara sahib Samveldir. Paşinyan bu şəxslərə və onların havadarlarına mesaj ötürür ki, köhnə model artıq iflasa uğrayıb və onu dirçəltmək cəhdləri Ermənistan üçün yeni risklərdən başqa heç nə vəd eləmir. Bu qüvvələrin müxtəlif formalarda sülh prosesini ləngitmək, ictimai rəyi manipulyasiya eləmək və ölkəni yenidən qarşıdurma müstəvisinə qaytarmaq cəhdləri fonunda Paşinyanın sərt ritorikası həm də siyasi iradə nümayişidir. Eyni zamanda isə Paşinyan seçicilərinə də mesaj ötürür ki, revanşistlərin dirçəlməsi, Qarabağ hərəkatının davam eləməsi yeni müharibə ilə
ilə nəticələnə bilər. 2020-ci il müharibəsini unuda bilməyən sadə erməni vətəndaşı üçünsə bu açıq mesaj sayılır. Sandıq başında kimə səs verəcəyi onun gələcək taleyini həll edəcək. Qeyd etdiyimiz kimi Paşinyanın bu açıqlaması həm də xarici aktorlara ünvanlanmış mesajdır. İrəvan artıq əvvəlki kimi geosiyasi rəqabətin aləti olmaq istəmir və xüsusilə Kreml ilə bağlı təsir mexanizmlərinin daxili siyasət üzərində dominant rol oynamasına qarşı daha açıq mövqe sərgiləyir. Çünki 2020-ci il müharibəsi göstərdi ki, Qarabağ hərəkatı adı altında yürüdülən siyasət Ermənistanı nə hərbi, nə siyasi, nə də iqtisadi baxımdan dayanıqlı nəticəyə gətirməyib. Əksinə onu təcridə və asılılığa sürükləyib. Azərbaycan isə öz növbəsində sülh üçün hüquqi əsaslarda ərazi iddialarının qaldırılması ilə bağlı mövqeyinin dəyişməz olduğunu, prinsipial olduğunu göstərib. Eyni zamanda regionda iqtisadi inteqrasiya imkanları yaranıb və onu sülh gündəliyi ilə daha da irəli aparmaq olar. Məhz bu səbəblər bugün Paşinyanı bu tip açıqlamalar verməyə vadar edir. Baş nazir gözəl dərk edir ki, ya destruktiv təsirlərdən və iflasa uğramış siyasi doktrinalardan imtina edərək sülh və inteqrasiya yolunu seçəcək, ya da həmin qüvvələrin təsiri altında qalaraq yeni qarşıdurma və itkilər riskini üzərinə götürəcək. Bu baxımdan səsləndirilən fikirlər Paşinyanın sülhə baxışının realist, praqmatik və regionun dəyişmiş geosiyasi arxitekturasına uyğunlaşmağa hesablanmış konseptual yanaşmanın aydın ifadəsi kimi çıxış edir. Ermənistan baş nazirinin açıqlamalarında Azərbaycan və Türkiyə ilə münasibətlərdə üçüncü tərəf vasitəçiliyi modelindən imtina edərək birbaşa dialoqa üstünlük verilməsi ilə bağlı fikri də sübut edir ki, rəsmi İrəvan xarici siyasət kursunda və fəlsəfəsində ciddi dəyişikliyə gedir. Bir neçə il əvvəl Azərbaycan prezidenti İlham Əliyev məhz birbaşa dialoqun vacibliyindən, üçüncü tərəflər olmadan daha konstruktiv danışıqlar və nəticələr əldə etməyin mümkünlüyünü bildirmişdi. Ermənistanın baş naziri isə bu reallığı gec də olsa dərk edərək qəbul edir ki, uzun illər vasitəçi modeli danışıqların effektivliyini zəiflədir, real nəticələr əldə etmək çətinləşir və sülh prosesi ləng irəliləyirdi. Çünki istər-istəməz üçüncü tərəflərin öz geosiyasi maraqları, regional təsəvvürləri və təsir imkanları bu prosesi obyektiv vasitəçilikdən daha çox rəqabət alətinə çevirirdi ki, bu da Cənubi Qafqazda uzun müddətli sabitliyin formalaşmasına mane olurdu. Rəsmi İrəvanın birbaşa dialoqa keçid qərarı həm də suveren qərar vermə iddiasının gücləndirilməsi, xarici təsir rıçaqlarının minimallaşdırılması və nəticə yönümlü diplomatiyaya keçid kimi qiymətləndirilə bilər. Paralel olaraq isə Ermənistanın regional əməkdaşlıq platformaları, xüsusən də 3+3 platforması barədə açıqlaması da təsadüfi deyil. Bu format əslində problemlərin region daxilində region ölkələri vasitəsilə həlli, kənar müdaxilə təsirini azaltmağa yönəlib. Paşinyanın da məhz bu platforma barədə açıqlaması göstərir ki, Ermənistan artıq region daxili əməkdaşlığı alternativsiz inkişaf modeli kimi qəbul etməyə başlayır. Bu yanaşma eyni zamanda Azərbaycanın uzun müddətli irəli sürdüyü kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri ilə üst-üstə düşür. Beləliklə, İrəvanın yeni ritorikası və praktiki addımları onu göstərir ki, Ermənistan tədricən qarşıdurma siyasətindən imtina edərək regionda təqdim olunan bütün əsas layihə və platformalarda iştirak etməyə, tranzit imkanlarından yararlanmağa, iqtisadi dividendlər əldə etməyə və ən əsası dayanıqlı sülh mühitində inkişaf etməyə yönəlmiş praqmatik kurs seçir. Bu isə bütövlükdə Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının formalaşması üçün mühüm zəmin yaradır. Kamil Məmmədov, Leyla Mehdiqızı, Rinat Qurbanov, Report.